Əziz dostlar, hörmətli izləyicilər, bugün biz sizə Xırdalan şəhərində Heydər Əliyev prospektində əsas yolun kənarında satışa çıxmış yeni tikili 16 mərtəbəli binanın 5-ci mərtəbəsində ümumi sahəsi 115 kvadrat olan təmirli mənzil təqdim edirik. Təqdimata başladıq mətbəxdə. Gördüyünüz mətbəxdir. Döşəmə keramogranit metlaq olan hissələr mətbəx, dəhliz, isti döşəmədir. Mətbəxdən balkona çıxış var. Konvektor sistemini görürsünüz, balkonda qurulub. Çox gözəl təmir olunmuş mənzildir. 3 otaqdan 4 otağa düzəlib. Belə bir geniş dəhlizimiz var. Otaqların girişi hamısı dəhlizə açılır. Mənzilin ümumi giriş qapısı. Sanitar qovşağı. 2 sanuzelimiz var. Burada yerləşir yataq otağımız. Yataq otağının içində də sanuzel var. Sanitar qovşağı. Çox gözəl, zövqlə təmir olunmuş mənzildir. Burada yerləşir qonaq otağımız. Belə bir qonaq otağımızdır. Yataq otağı, digər bir yataq otağı. Bütün otaqların sərbəst pəncərəsi var. Balkona çıxış var bu otaqdan. Və priderka olunmuş digər bir uşaq otağımız. Bir daha xatırladıram, ümumi sahə 115 kvadrat təmiz iç sahədir. Qiymət 165 min manatla satışa çıxıb, real müştəriyə endirim var. Padmayaq qiymətinə təmirli bir ev təqdim elədik sizlərə. Ətraflı məlumat üçün səhifədə telefon nömrəmiz qeyd olunub. Zəng vurub məlumat ala bilərsiniz. Bugünə bu qədər, sağ olun.